Salam, kanalıma xoş gəlmisiniz. Bugün sizə ləzzətli bir dovğanı tam mənim təcrübəmə əsasən bişirilmə qaydasını göstərəcəm. Bu üsulla dovğanı bulamağa ehtiyac yoxdur. Buna baxmayaraq dovğanız çürüməyəcək. Ən gec 15 dəqiqəyə dovğamız hazırdır. Keçək reseptə. Bu resept 3 litrlik qatıq üçün nəzərdə tutulub. İlk əvvəl düyünü suda qaynadırıq. 5 xörək qaşığı yumru düyünü 1 litr suda qaynadırıq. Bu müddətdə göyərtilər doğranılır. Mən şüyüd, keşniş, göy soğan, kəvər, ispanaq, nanə əlavə etmişəm. Siz öz zövqünüzlə istədiyiniz göyərtilərdən əlavə edə bilərsiniz. Geniş qazana 2 yumurta, 1 qədər qatıq, 1 dolu xörək qaşığı un əlavə edib, topaqcıqlar qalmayana qədər tamamilə qarışdırırıq. Sonra qatığın qalan hissəsini də üzərinə əlavə edib, tamamilə homogen qarışdırırıq. Qatığa doğradığımız göyərtiləri də əlavə edib qarışdırırıq. Qaynadılmış düyünü suyu ilə qatığa əlavə qarışdıracağıq. Buna görə də onların temperaturlarının eyni olması üçün qatığı bişiririk. Lakin qaynatmırıq. Qaynatdığımız düyünü su ilə birlikdə isinən dovğanın üzərinə töküb qarışdırırıq. Daha sonra dovğanı bulamağa ehtiyac yoxdur. Sadəcə onun qaynamasını gözləyirik. Dovğa qaynayanda artıq hazırdır. Və nəticədə dovğamız belə gözəl alınır. Siz də bişirin, nuş edin, ağız dadınız heç zaman pozulmasın.